Bugün bir məsələ haqqında danışmaq istərdim ki, bilirsiniz, son günlər sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olan bir hadisə baş verib ki, müğənninin erməniyə 12 xal verməsi, onu qucaqlaması və s. geniş müzakirə və sərt şəkildə tənqid olunmasına gətirib çıxartdı həmin müğənninin. Əslində əlbəttə bu tənqid olunması bir addımdır, qınanılası bir məsələdir. Mən belə başa düşürəm ki, həmin müğənni sülh anlayışını yanlış başa düşüb. O elə bilir ki, sülh olundusa, artıq biz ermənilərlə qardaş olmalıyıq, 3000 şəhidi unutmalıyıq, qazilərimizi unutmalıyıq. Onların övladlarının, ailəsinin nə acı çəkdiyini, nə həsrət çəkdiyini boş verməliyik, yaddan çıxarmalıyıq. Biz ermənilərlə qardaş olmalıyıq. Amma həmin müğənni bir qədər tarix oxusaydı, bir qədər tarixdən anlayışı olsaydı, başa düşərdi ki, qalib olan dövlət necə olur, məğlub olan dövlət necə olur, onların ondan sonraki münasibətləri hansı formada olmalı, hansı formada olur və ümumiyyətlə müharibə bitdikdən sonra da həmin qarşı tərəfdə olan dövlətlə qardaşlıq söhbətini bir dəfəlik bağlamaq lazımdır. Hətta buna baxmayaraq biz bilirik ki, tarixdən bilirik ki, tarix boyu nə ruslardan, nə ermənilərdən, nə farslardan biz türk xalqına, türk millətinə heç bir zaman xeyir gəlməyib və bundan sonra da 100 illər belə keçsə də mən əminliklə deyə bilərəm ki, bundan sonra da xeyir gəlməyəcək. Bu bir mənalıdır. İkinci bir məsələ, həmin görüntülər yayılanda insanların mən həm paylaşılan videolarda insanların yorumlarını da izlədim, fikirlərinə də baxdım və mən çox təəssüf hissi ilə baxdım həmin belə deyək də mənzərənin şahidi oldum ki, insanların çoxusu onun tərəfindədir ki, bəli, əslində düz eləyib də müharibə bizə niyə lazımdır ki bundan sonra? Bəli, müharibə bizə lazım deyil. Biz istəmirik müharibə olsun, biz istəmirik şəhidlərimiz olsun, biz istəmirik kasıb balalar yenidən şəhid olsun. Biz bunun qarşısına belə deyək də istəkli deyilik buna. Amma düşmən düşməndir. Düşməni unutmaq olmaz. Düşməni yaddan çıxarmaq olmaz. Düşmənin müharibə vaxtı dinc əhaliyə dəfələrlə raket zərbələri ilə, minlərlə dinc insanın qırılmasını yaddan çıxarmaq olmaz. Düşmən həmin düşməndir. Düşmən həmin xislətdə olan düşməndir. İndi nə deyirsiniz? Biz sülh oldu deyə, müharibə dayandı deyə onların hər birini o dağıntılar altında ölən körpələri unudub da erməni mi qucaqlayaq? Biz bunu unudaq deyirsiniz, hörmətli Samirə xanım və ona dəstək olan insanlar. Mən hər səfərində bir çox çıxışlarımızın demək olar böyük əksəriyyətində mən cəmiyyətimizin bir çox böyük hissəsinin yanlış düşüncədə olduğunu vurğulayırdım və bu günləri özüm şəxsən ona əmin oldum ki, cəmiyyətimiz çox unutqandır. Cəmiyyətimiz çox belə deyək də təəssüf hissi ilə deyək ki, insafsızlaşıb, vəfasızlaşıb. Axı o cavan adamlar övladlarını qoyub, ailəsini qoyub canından keçən adamlar axı bizlərə görə elədi. Buna mı görə elədi ki, siz üstündən 5 il keçəndən sonra bir müğənninin etdiyi ermənini qucaqlayıb bağrına basan bir adamın tərəfində durasınız? Buna mı görə şəhid oldu? Bəlkə də həmin o erməni qucaqladığı erməninin qohumu bizim neçə övladlarımızı şəhid eləyib. Bəlkə də elədi. Nə bilirsiniz? Unutqanlıq bizim belə deyək də xislətimizdə olmamalıdır, xarakterimizdə olmamalıdır. O faciəni, o qəddarlığı bizim xalqımıza, balalarımıza qarşı olunan qəddarlığı unutmamalıyıq. Bu ürəyimizi dağlayan bir məsələdir. Axı necə ola bilər ki, bir Azərbaycan vətəndaşı bunu unutsun? Şəhidlərimizi unutsun, şəhid analarını unutsun, şəhid övladlarını, o körpələri unutsun, o körpələrin çəkdiyi ah-nalələri unutsun. Bu insanlığa yaraşan məsələ deyil. Ona görə də mən çox ümid edirəm ki, lazımi dövlət orqanları bu məsələ haqqında da bir tədbir görsünlər və həmin müğənninin belə ən azından çıxıb şəhid ailələrindən, şəhid övladlarından qətiyyətli bir şəkildə üzr istəməsini təmin etsinlər. Təşəkkür edirəm hər birinizə dinlədiyiniz üçün.